Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trump Kongo Demokratik Respublikası ilə Ruanda Respublikası arasında 10 illiklərdir davam edən qanlı münaqişəyə son qoyacaq sülh razılaşmasının əldə olunmasında vasitəçi olduğunu açıqlayıb. Panjomi TV xəbər verir ki, Trump bunu sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, bu razılaşma ABŞ-ın dövlət katibi Marco Rubio ilə birgə səyləri nəticəsində mümkün olub. Ruanda və Kongo nümayəndələri sənədləri imzalamaq üçün bazar ertəsi Vaşinqtona gələcəklər. Bu, Afrika üçün böyük bir gündür və açığı bütün dünya üçün də böyük gündür. Prezident həmçinin bildirib ki, bu kimi təşəbbüslərinə baxmayaraq Nobel sülh mükafatına layiq görülmür. Mən Hindistan və Pakistan, Serbiya və Kosova, Misir və Efiopiya, eləcə də İsrail və İran arasında sülhə töhfələr versəm də heç vaxt Nobel sülh mükafatı almayacağam. Amma insanlar nə etdiyimi bilirlər və mənim üçün vacib olan da budur. Trump özünün təşəbbüsü ilə həyata keçirilmiş İbrahim sazişliyini yaxın şərqdə əsrlər sonra ilk dəfə birliyi təmin edən razılaşma adlandırıb.